Sağlamlığının qeydinə qalan hər kəsi salamlayıram. Saf TV-də səhiyyə sahəsinin ən maraqlı və gündəmdə olan yeni xəbərləri efirdədir. Studiyada mənəm Günel İbadova. Baxaq görək dünyada nələr baş verir. Bərdə və Yevlax rayonunda immunizasiya həftəsi ilə bağlı olaraq uşaqların peyvəndə cəlb olunması aksiyası keçirilib. Baxaq görək nə qədər uşaq peyvənddən keçirilib və nə qədər insan maariflənib bu mövzuda. Bərdə və Yevlax rayonlarında keçirilən immunizasiya həftəsi çərçivəsində 900-dən çox uşaq peyvəndə cəlb olunub. Təbib və Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin təşkilatçılığı, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının texniki dəstəyi ilə 28 aprel 2 may 2025-ci il tarixlərində Avropa İmmunizasiya həftəsi çərçivəsində 40 məntəqədə 942 uşağa vaksin vurulub. Onlardan Bərdə rayonu üzrə 34 məntəqədə 542 nəfər, Yevlax rayonu üzrə isə 6 məntəqədə 400 uşaq bu prosesdə iştirak edib. İmmunizasiya həftəsi çərçivəsində təbibin tabeliyində olan tibb müəssisələrindən və Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən yerli həkimlərə dəstək məqsədi ilə müxtəlif ixtisaslı tibb işçiləri cəlb olunub. Qeyd edək ki, Avropa İmmunizasiya həftəsi çərçivəsində Bərdə və Yevlax rayonlarında keçirilən immunizasiya həftəsinin yerində qiymətləndirilməsinin aparılması və zəruri tövsiyələrin verilməsi üçün Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun immunizasiyada ədalətlilik üzrə texniki mütəxəssisi Brett Craig və Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan ofisinin əməkdaşı Sevinç Həsənova prosesdə iştirak ediblər. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi quş qripi ilə bağlı monitorinqlər keçirəcək. Ümid eləyək ki, ölkəmizdə bu xəstəliklə bağlı heç bir hadisə aşkar olunmayacaq. Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aidiyyəti qurumlarla birgə cari ilin 19-23 may tarixlərində quş qripi xəstəliyinə qarşı növbəti epizodoloji monitorinq keçiriləcək. Monitorinq zamanı ovçuluq təsərrüfatlarının və milli parkların su bataqlıq, dəniz sahili zonalar və digər ərazilərini əhatə etməklə ərazi ilə yanaşı vəhşi quşlara ümumi baxış keçiriləcək. Bəzi sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində, o cümlədən müxtəlif rayonlardakı ailə təsərrüfatlarında saxlanılan ev quşlarından laborator müayinə aparılması üçün diaqnostik nümunələr götürüləcək. Habelə ölkə üzrə müəssisələrə, təsərrüfatlara, su hövzələrinə və parklara ümumi baxış keçirilməklə baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsəd yönlü maarifləndirmə təbliğat tədbirləri həyata keçiriləcək və epizodoloji məlumatlar toplanaraq təhlil ediləcək. Tədbirlər müddətində görülmüş nümunələrin laborator müayinələri aparılacaq. Monitorinq çərçivəsində epizodoloji vəziyyət və götürülmüş nümunələr barədə məlumatlar müvafiq elektron sistemə daxil ediləcək. Ölkəmizdə 70-dən çox insan sümük iliyi ilə bağlı nəqlin növbəsindədir və bu xəstəliyin müalicəsi üçün həyatları başqalarından asılıdır. Ətraflı növbəti süjetdən. Sümük iliyi nəqli gözləyənlərin sayı açıqlanıb. Azərbaycanda hazırda 70-dən çox talasimiya xəstəsi sümük iliyin transplantasiyası üçün növbə gözləyir. Bunu Talasimiya Mərkəzinin baş həkimi Səhər İsmailova deyib. Onun sözlərinə görə bu ilin ötən dövründə 12 nəfərə sümük iliyi köçürülməsi əməliyyatı tətbiq olunub. Onlardan 10-u talasimiya xəstəsidir. Həmin pasiyentlərin vəziyyəti qənaətbəxşdir və heç bir ölüm faktı aşkarlanmayıb. Səhər İsmailova bir daha xatırladıb ki, tibb müəssisələri Azərbaycanda yeganə sümük iliyi transplantasiyası tətbiq edən mərkəzdir. Burada təkcə talasimiya xəstələri üçün yox, digər qrupdan olan xəstələrə də iliy əməliyyatı icra olunur. Baş həkim eyni zamanda talasimiya xəstələrinə sümük iliyi köçürülməsi məsələsində ən böyük problemin donorun çətin tapılmasında görüb. Övladınızın neçə yaşında, daha doğrusu neçə aylıq olanda yeriməyini əvvəlcədən bilmək olar. Necə? Onun DNT-sindən. Alimlərin yeni araşdırması göstərib ki, uşaqların neçə yaşında və neçə aylığında yeriməyi öncədən onun DNT-sinə uyğun olaraq müəyyən edilə bilər. Çox maraqlı xəbərdir. Tibb aləmi üçün yeni xəbərdir. Birlikdə baxaq.
Aparılan araşdırmalar göstərir ki, körpələr yeriməyə başlayanda bu sadəcə olaraq inkişaf deyil, onların DNT-sində olur. Genetik variantlar təkcə motor sinxronluğunu formalaşdırmır, həm də koqnitiv xüsusiyyətlər və beyin strukturu ilə də əlaqələndirilir. Nature Human Behavior jurnalında dərc olunan son araşdırma yeriməyə başlama yaşı ilə bağlı genom boyu assosiasiyası tədqiqatının meta-analizini aparıb. Erkən uşaqlıqda gəzinti beyin və davranış inkişafının etibarlı klinik göstəricisidir. Üstəlik, gəzinti atipik və tipik inkişaf üçün müstəsna, məlumatlandırıcı bir mərhələdir. 18 aya qədər müstəqil gəzə bilməmək, əlavə qiymətləndirmə, pediatra müraciət etmək üçün skrininq meyarıdır. Çünki yerimə gecikməsi motora xas və ya ümumiləşdirilmiş problemi göstərə bilər. Tədqiqat göstərib ki, yeriməyə başlama yaşı sonrakı sağlamlıq nəticələri ilə əhəmiyyətli etioloji əlaqələr olan irsi poligenik xüsusiyyətdir. Alimlər darçın haqqında maraqlı bir araşdırma ediblər. Baxaq görək, araşdırma nədən ibarətdir? Bu dəfə hansı araşdırma ilə bizi kifayət qədər təəccübləndiriblər? Darçın bəzi reseptlə verilən dərmanlarla qarşılıqlı təsirə girə bilər. Yeni bir araşdırma darçının xüsusilə də qasiya darçınının bədəndə dərmanların metabolizmasına təsir edə biləcəyini ortaya qoyub. Tədqiqatda darçının əsas aktiv maddəsi olan sinnamaldehidin yüksək bioloji tərkibə malik olduğu və dərmanların parçalanmasına təsir edən reseptorları aktivləşdirə bildiyi qeyd olunub. Bu, darçınla bəzi dərmanlar arasında qarşılıqlı təsir riskini artırır. Mütəxəssislər xəbərdarlıq edir ki, qan durulducu, şəkər salıcı, onkoloji və qaraciyər tərəfindən işlənən dərmanlar qəbul edən insanlar darçın tərkibli əlavələri istifadə edərkən ehtiyatlı olmalıdır. Amerika Birləşmiş Ştatlarının Səhiyyə Təşkilatları darçınlı xəstəliklərin müalicəsində faydasını təsdiqləyən yetərli sübutun olmadığını da bildirib. Həkimlər darçını pəhriz əlavəsi kimi qəbul etməzdən əvvəl mütləq həkimlə məsləhətləşməyi tövsiyə edir. Bugün olan səhiyyə xəbərlərimiz bu qədər. Sağlam Azərbaycan Fokusda. Özünüzü və doğmalarınızı qoruyun. Sağ olun, salamat qalın.